Heç bir sistem qripdən qorunma vasitəsi deyil. Venadaxili aldığınız bu dərman maddələri sizin ölümünüzə qədər gətirib çıxara bilər. Siz axı bütün burnunuzu mazla doldura bilməzsiniz. Peyvənd zərərlidir, peyvənd öldürür. Payız gəldi, qrip sezonu başladı və bütün hamilə qadınların, pasiyentlərin bizə ən çox yazdığı suallardan biri. Həkim, evdə filankəs qripdir, mənə bir sistem deyin, bir vitamin deyin, mən köçürüm, qrip olmuyum. O qədər alırıq ki, bu sualı həm elə real olaraq pasiyentlərdən, həm yazılı şəkildə, sosial şəbəkələrdən və baxmayaraq ki, bu barədə danışmışam, yenə də dönə-dönə bu mövzunu bir də təkrar danışmaq istəyirəm ki, əziz hamilələr, dəyərli qadınlar, pasiyentlər, qrip olanlar, evində qripə yoluxanı olanlar. Heç bir sistem qripdən qorunma vasitəsi deyil. Bütün dünyada qrip üçün heç bir yerdə, heç bir ölkədə evdə kimsə xəstələndi, digər sağlam adamlara sistem köçürüm ki, onlar qripə yoluxmasın deyə bir şey yoxdur. Yəni o sistem dediklərinizin tərkibində mayelər var, müxtəlif cür. Onların da içinə gəlir tibb bacıları, aptekdən öz başına aldığınız müəyyən o dərmanları qatır və yaxud da bəzən bunu elə aptekdən sizə tövsiyə edirlər. Tamamilə dəxilsiz vitaminlər, cürbəcür dərmanlar, bəziləri hətta təhlükəli də ola bilir. Son vaxtlar dəbə düşüb hormonal tərkibli müəyyən qeyri-steroid preparatların köçürülməsi çox lazımsız yerə və hesab edirsiniz ki, bununla qripdən qorunmuş olursunuz. Halbuki ev şəraitində öz başına həkim təyin etmədən venadaxili aldığınız bu dərman maddələri sizin ölümünüzə qədər gətirib çıxara bilər. Yəni ən sıradan hesab etdiyimiz bir vitamin, məsələn, bugünün dəbi olan C vitamini. Hamıya C vitamini köçür ki, qrip olmasın. Bir allergik reaksiyaya, bir anafilaktik şoka səbəb ola bilər ev şəraitində. Və ev şəraitində anafilaktik şok baş verərsə, allergik reaksiya baş verərsə güclü, onu sizə edən tibb bacısının əlinin altında böyük ehtimal ki, sizin həyatınızı qurtaracaq vasitələr olmayacaq. Və siz qripdən qorunmaq istəyərkən, əksinə çox ağır bir fəsad anafilaktik şokla üzləşə bilərsiniz. Yəni, damar daxili dərman yeridilməsi ciddi bir məsələdir. Bunu sağa, sola, elə öz başına hamıya eləmək olmaz. Bu birinci məsələ, ən çox soruşulan. Sistem söhbəti, insanların sistem sevdası. İkincisi mazlar. Həkim, burnuma hansı mazı sürtüm ki, qrip olmayım. Dəyərli xanımlar, qrip hava damcı yolu ilə yoluxur. Yəni, tutaq ki, burunun bu keçəcəklərinə siz bol-bol maz sürtdünüz, lap içərisinə də sürtdünüz. Siz axı bütün burnunuzu mazla doldura bilməzsiniz o virusun keçməsi üçün, düzdür? Yəni, yenə də müəyyən bir havanın keçməsi üçün yer qalır orada. Məntiqlə düşünün. Və o qrip virusu istəsə həmin o hava ilə, burun keçəcəyi ilə qalxacaq yuxarı. Və yenə də qripə yoluxacaqsınız. Yəni, o burnunuza pul verib aptekdən boş-boşuna aldığınız, sürtdüyünüz o mazların da sizə heç bir faydası yoxdur. Və üçüncüsü, mənim immunitetimi gücləndirən dərmanlar deyin, vitamin C deyin və s. İmmunitet gücləndirən xüsusi sehirli dərmanlar yoxdur və immunitet evdə biri qripə yoluxan kimi 2-3 günün içərisində düzələcək bir məsələ də deyil. İmmunitet insanın həyatı boyu formalaşır və onu 2-3 gün ərzində yox, yəni məsəl üçün tutaq ki, yay aylarında 3 ay müddətində siz sağlam bir həyat yaşamaqla, idmana getməklə, günəş altında çox vaxt keçirmək, streslərdən uzaq olmaq və s. və ilaxır faktorlarla qorunmuş ola bilərsiniz. Və ümumiyyətlə bir xəstəliyə qarşı immunitet həmin xəstəliyin özünü keçirdikdə yaranır. Və bugün qripdən qorunmanın elmi, sübutlu yolu qripə qarşı peyvənd olunmaqdır. Hətta hamiləlik dövründə də bir çox qrip peyvəndlərinin edilməsinə icazə verilir. Amma biz hər hansı bir hamiləyə deyə bilərikmi ki, gəl səni qripdən peyvənd edək ki, sən qripə yoluxmayasan. Zaten peyvəndin əleyhinə olan bir toplumuq biz, yəni peyvənd zərərlidir, peyvənd öldürür, peyvəndin tərkibində filan şeylər var və daha nələr peyvəndlər haqqında hər hansı bir hamilə qadına bunu təklif etmək olarmı? Yox. Yəni desək də anlamaz. Amma sağa, sola lazımsız vitaminləri, sistemləri çox rahat bir şəkildə özünüzə qeyri-peşəkarların təyinatı ilə eləyə bilirsiniz. Bəlkə bu videonun faydası olar düşünürəm.
Və sual versəniz ki, bəs peyvəndsiz necə qorunaq? Çox sadə yollarla peyvəndsiz qripdən tam da yox, yəni qripə yoluxma ehtimalınızı azalda bilərsiniz. Bunlar evin havasının tez-tez dəyişdirilməsi, əllərin tez-tez yuyulması və üzə toxundurulmaması, bol maye qəbulu və burun keçəcəklərinin nəmləndirilməsi. Bunlar qripdən qoruyan, yəni qrip olma ehtimalını azaldan vasitələrdir. Qalan sual verdiyiniz sistem, vitamin, burun keçəcəklərinə sürtülən mazlar və s. bunlar hamısı faydasız və boşuna edilmiş işlərdir.